Bunlar deməli həm istidən, həm soyuqdan qorumaq üçündür keçələr. 6 ramkalıq bir gənc arı ailəsidir. Hal-hazırda deməli 5 ramkaya yığılıbdır. Çiçək tozu haqqında məlumat verim. Bildiyiniz kimi arı pətəyə 2 maddə gətirir. Bir nektar, bir də çiçək tozu. Çiçək tozu deməli tələlər vasitəsilə yığılır. Tələlər vasitəsilə yığılır, qurudulur və istifadə olunur. Vitaminlə zəngindir. Çox dəyərli bir arıçılıq məhsullarındandır. Başqa propolis spirtdə məhluludur. 30%li propolis məhluldur. Bu da apiterapiyada müxtəlif xəstəliklərin müalicəsində təbii üsul kimi istifadə olunur. Tam təbii məhsuldan hazırlanır. Bu da onun xam halındadır, propolisin. Xam halında. Yəni ki, müxtəlif formalarda, müxtəlif ölçülərdə özünə xas ətri də var, spesifik. Geyim hissəsidir, belə deyək də. Burada müxtəlif xalatlar və yaxud da bal suyunda istifadə eləmək üçün önlüklər və arı papaqları müxtəlif vaxtlara uyğun geyinmək üçün arı papaqları. Gördüyünüz qurğuda isə hal-hazırda bal qabları stilizə olunur. 120 dərəcə, 150 dərəcədə parda stilizə olunur. Oradan götürülür bal məhsulları, ondan sonra bu qablara doldurulur. Mexaniki əl ilə işlədilən bal süzən aparatıdır. Burada isə motor ilə elektrik 20 çərçivəlik bal süzən qurğunu görürsünüz. Hansı ki, bu qurğunu, bunları və bir neçə qurğuları bizə FAA təşkilatı, hansı ki, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə FAA təşkilatının bir layihəsi çərçivəsində bizə verilmişdi. Çox sağ olsunlar, çox kömək olur bu qurğularda bizə. Ananın qəfəsləmə qutularıdır. Kosmetika üçün, yəni ki, xam halda olan arı mumu, qəlib halında. Bir də var, burada şamlar var, müxtəlif rəngli, müxtəlif ölçülərdə. Elmə əsaslanmaqla praktikamı genişləndirdim. Hal-hazırda mənim öz praktikam var. Arıya baxmaq üçün, arıdan məhsul götürmək üçün öz praktikam var. Gənclərə də məsləhət görərdim ki, hal-hazırda bilgilənmək daha genişdir şəbəkələr vasitəsilə.